Aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bakpost xəbər verir ki, reklam çarxında estetik əməliyyat etdirən qadınlara ilham vurularaq təbii dondurma anlayışı ön plana çıxarılır. Lakin bu təqdimat forması xüsusilə qadın istifadəçilər tərəfindən tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri reklamın qadınlara qarşı stereotipləri gücləndirdiyini və alçaldıcı mesaj verdiyini iddia edirlər. Müzakirələrdən bir gün sonra isə Taleh Yüzbəyov yeni reklam çarxı təqdim edib. Bu dəfə isə reklamda yaltaqlıq edən kişilər tənqid hədəfinə çevrilib. İstifadəçilər bildirirlər ki, birinci reklamda qadınların görünüşü hədəfə alınırdısa, ikinci reklamda konkret davranış tənqid olunur və bunlar eyni yanaşma deyil. Məsələ ilə bağlı Bakpostda danışan vəkil Vamik Şükürov vurğulayıb ki, adı çəkilən reklam çarxı ilə bağlı narahat olan estetik əməliyyat keçirən şəxslər məhkəməyə, eləcə də haqsız reklamlara nəzarət edən Azərbaycan Respublikası Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Lakin müraciətlərin təmin olunması üçün istər məhkəmə, istərsə də inzibati araşdırma tələb olunur. Təbii ki, araşdırma zamanı qeyd etdiyim və etmədiyim nüanslar yoxlanılacaqdır. Vəkilin sözlərinə görə sözü gedən reklamda konkret ad çəkilmir və konkret bir şəxsin hissinə toxunulmur. Reklamda yalnız müəyyən bir kateqoriya, masada əyləşən estetik əməliyyat etdirən şəxs, timsalında estetik əməliyyat etdirənlər tənqid olunur. Hesab edirəm ki, bu halda nəzərə alınmalıdır.